Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Ve la'nu daim ala a'daihim ecma'in. İmam Ali'nin aleyhisselam vəfalı, təqvalı möminə xanımlarından olan Ummul Bəninin səlamullah aleyha vəfat günləridir. Bu günlər münasibəti ilə, bu günlərlə əlaqədar İmam Zaman Acəlallahu Teala Fərəcəhu Şərif başda olmaqla bütün möminlərə təsliyyət deyirik. Ummul Bənin səlamullah aleyha, İmam Əli əleyhissalam xanım Fatimə Zəhra səlamullah aleyha vəfat edəndən sonra onunla evlənir və bu şəxsin, bu xanımın İmam Hüseyni əleyhissalam xüsusilə böyük bir rəğbəti və məhəbbəti olur. Hətta Kərbəla hadisəsi baş verəndən sonra Kərbaladan xəbər gətirən şəxs gələndə, baxmayaraq ki, Ummul Bəninin səlamullah aleyha orada Kərbalada övladları iştirak elədi və şəhid oldular. Birinci soruşduğu və təkidlə soruşduğu şəxs İmam Hüseyn idi aleyhissalam. Hüseyndən nə xəbər? Bu cür soruşardı. Allah Azza və Cəllə bizi dünya və axirətdə Quran və Əhl-i Beytdən ayrı salmasın, ilahə əmin. Deməli, qarşıma vəhabilərdən birinin bir videosu çıxdı. Biz bunun haqqında videolar hazırlayırdıq. Biraz fasilə verilib başqa vəhabilərlə məşğuluq deyə. İnşallah qayıdıb yenə həmin şəxsin kəzzab olduğunu göstərəcəyik. Videolarımız vəhabili və şiəli tanıyaq silsiləvi videolardır. Neçə dənə video hazırlamışıq və göstərmişik ki, ərəb dillilərdən necə kəsiblər, doğrayıblar. Bu da götürür, o cür tərcümə eləyir, güya şiəli tanıtdırır və bizim də onların əleyhinə, çünki biz orada şiəli və vəhabili tanıyaq videoları qoymuşuq da, həm onun dediklərini cavablandırırıq, həqiqətləri göstəririk, həm də vəhabili ifşa edirik. Onlarsa heç birinə cavab verə bilmirlər, əlhamdülillah. Deməli, bu şəxsin bir videosu qabağıma çıxdı. Sevinə-sevinə bir dənə hədis oxuyur. Görün, bu insanlarda olan sən ağla, təfəkkürə, düşüncəyə bax. Deməli, bir hədis oxuyur. Deyir ki, İbn Teymiyyə deyir ki, Rafizilər çıxdılar və bütün sahabələri pislədilər. Bax, İbn Teymiyyənin yalanları silsiləsinə 28 dənə yalan qoymuşuq. Bu vəhabi başda olmaqla ona Şeyxülislam deyən bir nəfərin hünəri çatmır çıxıb onlara cavab versin. Nə cavab verəcəklər ki, açıq-aşkar yalanlar danışır. Bu kəzzab İbn Teymiyyə görün nə deyir? Deyir ki, bütün sahabələri pislədilər. Rafizlər çıxdılar və bütün sahabələri İbn Teymiyyə rahimehullah deyir ki, pisləməyə başladılar. İbn Abbas radiyallahu anhudan belə bir əsər gəlir. Deyir ki, mən bir günləri Peyğəmbər sallallahu aleyhi və səlləm ilə bərabər oturmuşdum. Və Həzrət Əli radiyallahu anh da bizim ilə bərabər idi. Və Allahın Rasulü sallallahu aleyhi və səlləm Həzrət Əliyə deyir ki, mənim ümmətimdən elə insanlar çıxacaq ki, onlar deyir, səni sevməkdə və sənin ailəni sevməkdə deyir, həddi aşacaqlar deyir. Həddi aşacaqlar, səni və sənin ailəni sevməkdədir. Və Allah Rasulü buyurur ki, onlara qarşı mübarizə apar. Onlara qarşı mübarizə apar və onların deyir, çox çirkin bir adları olacaq. Və sonra Allah Rasulü buyurur ki, onlar Rafidə, yəni Rafizə adlanacaqlar. Subhanallah. Bunu Allah Rasulü xəbər verib və bu hədis əsər Təbaranidə gəlir və həmçinin digər sünnən. Yəni adam gözəl bilirdi yaşadığı dövrdə ki, kimi pisləsə də Rafizlərdən, yəni şiələri nəzərdə tuturlar da, şiə dəlillə, sübutla, sünni və vəhabi mənbələrinə isnad edib hansı sahabənin pis olduğunu deyirsə, demədiyi insanlar da var. O qədər sahabilər var. İmam Əli əleyhissalam başda olmaqla, övladları başda olmaqla, onun tərəfdarları başda olmaqla nə qədər sahabələr var, biz onların adını çəkəndə rahiməhullah deyirik, Allah onlara rəhmət eləsin deyirik. Onlar bizim başımızın taclarıdırlar. Amma İbn Teymiyyə kəzzab deyir, bütün sahabələri pislədilər. Yəni adam bir ağıllı olmaq lazımdır. Salıb o balaca vəhabilərin dilinə ki, Rafizlərdə ağıldan pay yoxdur. Ağıldan elə bu İbn Teymiyyənin payı yoxdur. Niyə? Çünki deyir, bütün sahabələri. İndi bu vəhabinin dediyinə görə o deyib ki, bütün sahabələri pislədilər. Yəni sən ağlın yoxdur, düşünmürsən ki, Rafizlər Əlini sevirlər aleyhissalam. Bu bir. İkincisi, adam gör hansı ağıldadır ki, bir dənə hədis oxuyur. Deyir, Peyğəmbər sallallahu aleyhi və aleyh buyurub ki, bir tayfa olacaq, ya Əli səni sevməkdə hətta aşacaqlar, onlar Rafizidirlər. Və Peyğəmbər İmam Əli əleyhissalam buyurur ki, onlarla mübarizə apar. Subhanallah. Sonra deyir, subhanallah. İndi sən işə bax ki, İmam Əli əleyhissalam Peyğəmbərin sallallahu aleyhi və aleyh vəfatından sonra mübarizə apardığı şəxslər kimlər olub? İlk olaraq Əbu Bəkir Ömərdən başladı da,
hücum çəkdilər, evə gəldilər, təhdid elədilər. Səqifə hadisəsi çıxdı. Müslüm yazır 6 ay beyət eləmədi xanım Zəhra sallallahu əleyha dünyadan gedənə qədər. Mübarizə apardığı şəxslər Əbubəkir Ömər və onun tayfası. Ondan sonra da kimlə olub? Öz xilafəti dövründə də Muaviyyə ilə, deməli bu Vəhabinin dayısı ilə, İbn Teymiyyənin dayısı ilə, ondan sonra Ayşə ilə və onların orduları ilə. Yəni bunların Xeyrul Qurun adlandırdıqları, xeyirli nəsil adlandırdıqları sahabelərlə. Yəni İmam Əli əleyhissalam peyğəmbərin dediyinə əməl edibsə, mübarizə aparıb bu şəxslərlə, onda bunlar rafizlərdir. Yox əgər bunlar deyilsə, onlar deməyəcəklər ki, hə bunlardır məqsəd. Çünki onlar Muaviyyəni day bilirlər, behişt əhli hesab edirlər. Yaxşı, onda hansı rafizdən söhbət gedir? Bunun ağlına bax. Bu subhanallah deyə elə sevinib ki, bu Vəhabi elə bilir ki, peyğəmbər deyəndə ki, rafizilərlə mübarizə apar, Vəhabilərin dediyi rafizlər deyirəm. Ha, Vəhabilərin adı qoyduqları rafizlərdən danışıram. Bu elə başa düşüb. Yəni aydındır, peyğəmbər deyib ki, məsələn, hətta fərz elə bu hədis səhihdir. Rafizlərlə mübarizə apar. Bu elə bilib ki, bu Vəhabi peyğəmbər Vəhabilərin nəzərdə tutduğu rafizləri deyir. Bunlar bizə rafizi deyir axı. Yəni oxuyublar hədisi məsələn, görüblər ki, hə, burada bir dənə rafiz sözü var. Hə, şiələri rafizidir. Sahabəni söyən, bəziləri çıxıb deyir, sahabəni söyənlərdir. Qoyursan qabağına dəlillər ki, bəs budur da Ömər Əbu Hüreyrəni söyür. Ya aduvallah deyir ona. Və yaxud başqa nə qədər hissəsən. Onda bunlar rafizlərdir də, öz sahabələrdir. İmam Əhmədin oğlu Abdullah deyir ki, atamdan soruşdum, rafizilər kimlərdir? Dedi ki, sahabələri söyənlər və naqisləşdirənlər rafizilərdir. Əl-Musaddiq aləs-Sahihin kitabında cild 2 səhifə 378-də hədis 3327 Darul Kutub el-Almiyyə tərəfindən çap olunan nüsxə Mustafa Abdülqadir Ətanın təhqiqi ilə. Əbu Hüreyrə deyir, Ömər mənə dedi ki, ya aduvallah, ey Allahın düşməni və aduval İslam, ey İslamın düşməni. Özə səhih hesab edib rivayəti. Şəmsüddin Zəhəbi də səhih hesab edib. İbn Teymiyyə gəldikdə isə biz demişik bu adam kəzzabın, yalançının biridir. Baxın, indi bu sözü ki salıb Vəhabilərin dilinə, rafizlərdə ağıl deyilən şey yox, düşüb dillərinə deyirlər. Bax, Minhəc-ü Sünnət-i Nəbəviyyə adlandırdığı kitaba baxanda məlum olur ki, İbn Teymiyyənin özünün ağlı olmayıb. Niyə? Baxın, Minhəc-ü Sünnət-i Nəbəviyyədə 7-ci cild, Doktor Muhammed Rəşad Salimin təhqiqi ilə, səhifə 137-138. Burada ki, Əllamə Hilliyə rahiməhullah rədd verir. Əllamə Hilli rahiməhullah deyib ki, Əlinin məhəbbəti möminlərin qəlbində var. Bu başa düşməyib Əllamə Hillini. Əllamə Hilli rahiməhullah deyir, möminlərin qəlbində. İbn Teymiyyə indi istəyir ki, bunu inkar eləsin, təkzib eləsin. Münafiqdir axı. Müslimdə hədis var ki, biz keçən bəhsdə oxuduq ki, Müslimdə hədis var. Buxaridə 33, Müslimdə 59 rəqəmli rivayət. Əyətül münafiqi sələsun. Münafiqin əlaməti 3-dür. İzə həddəsə kəzəbə. Danışanda yalan deyər. 28 yalanını tapmışıq İbn Teymiyyənin Minhacü Sünnə adlandırdığı kitabda. Danışanda yalan deyir. Özü də demir, mənim əlimdə bu dəlil yoxdur, mənim xəbərim yoxdur. Deyir, yoxdur belə bir şey ümumiyyətlə. Göstərmişik ki, var. Açıb baxıb, hünər eləyib, açıb baxıb cavab verə bilmirlər Vəhabilər. Deməli, bu adam münafiqdir. Və digər hədisdə Peyğəmbər sallallahu aleyhi və aleyh yenə Müslim bunu nəql eləyir. Peyğəmbər İmam Əliyə buyurub ki, səni ancaq mömin sevər, səni ancaq münafiq buğz edər, düşmənçilik eləyər. Müslimdə 78 rəqəmli rivayətdir. Deməli, İbn Teymiyyə münafiqdir. İmam Əlinin əleyhissalam düşmənidir. Gəlir Minhacü Sünnədə nə deyir? Görün indi bu şəxsdə ağıl var yoxsa yox. Deyir ki, Allah xəbər verib ki, iman gətirib salih əməl sahiblərinin məhəbbətini qərar verəcək. Deyir, bu Allahdan sadiq bir vəddir. Sonra deyir ki, diqqət edin bura. Deyir, və mə'lumun ənəllaha qad cəalə lis-sahabəti məvəddətən fi qalbi kulli muslimin. Deyir, məlumdur ki, Allah sahabələr üçün bütün müsəlmanların fi qalbi kulli muslimin, bütün müsəlmanların qəlbində sahabənin məhəbbətini qərar verib. Sən gedib Vəhabidən soruşsan ki, müsəlmandır, sahabəni sevməli, deyəcək, bəli. Sonra deyir, xüsusilə xəlifələr, xüsusilə Əbubəkir Ömər, yəni bunların məhəbbəti bütün müsəlmanların qəlbində var. Sahabələrin və tabeinlərin ümumi bu şəxsləri deyir, sevirdilər. Və ləm yəkun kəzəlikə Aliyyun aleyhissalam. İmam Əli aleyhissalam belə deyildi, deyir. فإن كثيرا من الصحابة والتابعين كانوا يبغضونه ويسبونه ويقاتلونه. Bir çox sahabə və tabein Əlini söyürdü, buğz edirdi, düşmənçilirdi və onunla vuruşurdu. Özü deyir ki, bütün müsəlmanların qəlbində sahabələrin məhəbbətini qərar verib. Düz.
Və İmam Əli əleyhissalam bir sahabidir. Heç bir sünni vəhabi inkar etmir bunu. İmam Əli əleyhissalam bir sahabi. Deməli onun məhəbbətini müsəlmanların qəlbində qərar verməlidir. Deməli sahabelər mömin müsəlmanlar və təbiinlərdir, amma onlar əlini sevməyiblər. Necə olur ki, Allah deyir ki, möminlərin, müsəlmanların, möminlərin qəlbində, Allah deyir ki, iman gətirib salih əməl sahiblərinin məhəbbətini insanların qəlbində qərar verəcək. İbn Teymiyyə deyir bütün müsəlmanların qəlbində. Amma sahabelər də müsəlman olduqları halda və İmam Əli əleyhissalam sahabə olduğu halda onun məhəbbəti bəzilərinin qəlbində olmayıb. Əlini söyürdülər deyir. Gör bu insanda ağıl deyilən bir şey var. Yəni eyni cümlədə 4-5 cümləlik sözdə bunu bir nəfər danışsa 1 dəqiqə çəkər. 1 dəqiqənin içində gör nə yalanlar danışır. Üstəlik həmin ayə Təbərinin təfsirində Turkinin təhqiqi ilə Hicr tərəfindən çap edilən nüsxə 15-ci cilddə səhifə 642-də Məryəm surəsi 96-cı ayə 96-97 deyir: Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Səyəc'alu lehumur-rahmanu vuddan. Rəhman Allah onlar üçün məhəbbət qərar verəcək. Ayəni izah edəndə Təbəri deyir, Sünni təfsirinin şahı deyir, dünyada fi suduri ibadihil mu'minin, mömin bəndələrinin sinələrində. Deməli kimin məhəbbəti iman gətirib salih əməl sahiblərinin məhəbbətini Allah qərar verib kimlərin qəlbində? Allahın mömin bəndələrinin qəlbində. İbn Teymiyyə isə deyir ki, sahabelər əlini söyürdülər. Deməli ya onlar mömin deyildilər. Yalandan deyir ki, bütün sahabelər mömindir, pak insanlardır, behişt əhlidirlər. Ya da onlar mömindilər. Mömindilərsə niyə İmam Əlini sevmirdilər? Onda İmam Əli görə sahabə deyil deyəsiz. İman gətirib salih əməl sahibi olmayıb. Çünki Allah deyir, iman gətirib salih əməl sahiblərinin məhəbbətini qərar verəcək möminlərin qəlbində, müsəlmanların qəlbində. Odur ki, bu İbn Teymiyyələri kəzzabdır, çox yalan danışan bir şəxsdir. Bir vaxtlar at oynadırdılar vəhabilər ki, İbn Teymiyyə cavab verib rafizlərə, nə bilim, neçə cild kitab yazıb cızmaqara. Heç kim də cavab verə bilməyib ona indiyə qədər. Baxanda görürsən ki, yalandan başqa heç nə deyil. Onların xəbəri olmayıb bu vəhabilərin. Onlara öyrədiblər Saudiyada, Misirdə, orada ki, İbn Teymiyyə belə bir adamdır. Yollayıblar ki, gedin bunu cəmaata deyin. Xəcalətdən cavab verə bilmirlər də. Yəni xəcalət gətirib bunlara bu insan. Ləkədir. Alınlarında bir ləkədir. Bir nəfər çıxıb onu müdafiə eləmir. Çıxıb müdafiə eləsə özü də batacaq həmin o bataqlıqda. Velhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin. Subhanallah lazım.